cənub, şərq, qərb əsas cəhətlərdir. Aralarında olanlar aralıq cəhətlərdir. Bir də uşaqlar, yarım ara cəhətlər də ola bilər ha. Məsəl üçün deyirəm, yazan yenidən yazmasın. Niyə yazırsan? Məsələn, şimalla şərqin arası adlanır şimal, şimal-şərq. Şimal-şərq neçə dərəcədir? Buradan bura 45 dərəcədir. Onun yarısı 22.5-dir. Özündən əvvəlki dərəcənin üstünə 22.5 gəlirsiniz. O da eləyəcək 67.5 dərəcə. Bax, bu şimal-şərqin dərəcə ölçüsüdür. Olsun, istəyir məsafə ölçümü olsun, istəyir exolot olsun. Heç biri çətin sual deyildi. Səliqəli yazdıqda həlləri tapıla biləcək suallar idi uşaqlar. Ona görə də biz bu xırda məsələlərə mütləq diqqət yetirməliyik. Yenə çox sadə suallar verə bilər. Çünki imtahan tipi birinci nədirsə, ikinci də elə olur. Orada dəyişən ciddi bir şey olmur. Bəli, ikinci də qaydasında düşəcək. İkinci asan olmasa da siz daha güclü olacaqsınız ikincidə. Gəlin, indi məsələlərə baxaq. Məsələ 1, tez şəkildə qeyd eləyirəm. Deyir ki, turist 250 dərəcə azimutla gedib, geriyə hansı azimutla qayıdar? Geriyə hansı azimutla qayıdar? Yadda saxlayın, əgər bir azimutla gedibsə, bu nə edəcəkdir? Siz getdiyi azimuta baxırsınız. Əgər getdiyi azimut 180-dan kiçikdirsə, 180-ı çıxırsınız. Böyükdürsə 180-dan toplayırıq. Kiçikdirsə toplayırıq 180, böyükdürsə çıxırıq 180. İndi 250-yə baxıram. 250 180-dan böyükdür. Deməli, mən 250-dən 180-ı çıxmalıyam. Eləyəcək 70. Deməli, bu adam 250 ilə gedibsə, 70-lə qayıdacaq. Amma burada məsələn 250 yox, 50 ilə getmiş olsaydı, 50 ilə gedib hansı ilə qaydar desəydi, o zaman 50-nin üstünə 180 gələcəkdik. Bu da olacaqdı 230. Bir daha deyirəm, turistin getdiyi azimut. Söhbət bir dənə azimutdan gedir ha, bir azimutla getsə. Turistin getdiyi azimut 180-dan kiçikdirsə toplayırıq, böyükdürsə çıxırıq. Bəs 2 azimutla getsə nə edirik? İndi ona baxaq. Məsələ 2. Bunu test dəftərinizdə də qeyd eləsəniz, lap əla olar. Özünüz də cəhd eləsəniz. Turist əvvəlcə 0 dərəcə azimutla, bu 0-dır. 5 kilometr. Sonra şərq istiqamətinə 5 kilometr getdi. Çatdığı yox, yaxşı çatdığı olsun. Çatdığı məntəqədən başlanğıc məntəqəyə, bu sualı yəqin ki, topluda görmüşsünüz. Birazdan toplunu açıb orada da göstərəcəm. Məntəqəyə ən qısa hansı yolla qaydar? Hansı azimut və istiqamətlə? Qaydar. Baxaq. Başladığımız yerə bir dənə nöqtə qoyuruq. Bura tutaq ki, A nöqtəsi. Əvvəlcə 0 dərəcə azimut. 0 haradır? Şimal. Qalxırıq yuxarıya doğru, şimala doğru. Çatdıq bura. Çatdığınız yerdən hərəkət eləyirsiniz. Təzdən başladığınız yerə qayıtmırsınız. Çatdığınız yerdən sonra hara gedib? Şərqə. Gedirəm şərqə doğru. Gəldim, çatdım bura. Buradan başlanğıc məntəqəyə necə qayıtmalıyam? Bax, sonuncu çatdığınız yerə balaca koordinat çəkirsiniz. Şimal, cənub, şərq, qərb. Başladığınız yerə doğru bir ox çəkirsiniz. Bu ox hara düşdü? Cənub, qərb. Cənub, qərb, bu istiqamətdir. Məndən birinci nə soruşur? Azimut. Azimut neçədir? 225 dərəcə. Azimutu hardan bildik? Bayaq müəllimə çəkmişdi, onu əzbərləmək lazımdır. Bir daha deyirəm, hərəkət elədiniz. A-dan başladıq, öncə şimala, qalxdıq yuxarıya, sonra şərqə, gəldik şərqə. Burada bir dənə nöqtə qoyub koordinat çəkirik, buradan geriyə doğru ox çəkirik. Yəni, başladığımız yerə doğru istiqamət qoyuruq, ox çəkirik. İndi bunun bir fərqlisini mən sizə verəcəm.
Mənə WhatsApp-da göndərirsiniz, görək siz nə yazdınız, necə yazdınız. Bura chat bölməsində heç kim yazmasın. WhatsApp-da mənə şəklini atırsınız ki, necə çəkmisiniz, nə çəkmisiniz. Deməli, bunu istəyən skrin eləsin, saxlasın. Aha. Ay. Deməli, buradan bu sıfırı silək. Buradan da şərqi silək. Öncə siz bunu tapmaqda olun. Horizontallar eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən qapalı əyri xətlərdir. Bax, burada horizontal sistemini görürsünüz siz hal-hazırda. Horizontalın tərifini verəndə biz dedik ki, eyni hündürlüyə malik nöqtələri birləşdirir. Tutaq ki, burada A nöqtəsinin hündürlüyü 200 metrdir uşaqlar. K nöqtəsinin hündürlüyü də 200 metrdir. Çünki eyni xəttin üstündə yerləşirlər. Horizontallar ya dağları ya da çökəkliyi təsvir etmək üçün istifadə olunur. Horizontallarda bir neçə termin var. Bergstrix, kəsmə yüksəklik, nisbi hündürlük və mütləq hündürlük. Bergstrix nədir? Səthin axın istiqamətini göstərir. Yəni, bu çəkdiyimiz şəklin dağa yoxsa çökəkliyə aid olmasını göstərir. Əgər burada, bax, Bergstrix buradakı qısa xətlərdir, horizontallara perpendikulyar çəkilir. Əgər bu Bergstrixlər çölə doğru çəkilibsə, bu bir dağdır deməkdir. Yox, əgər tərsinə içəriyə doğru çəkilibsə, yəni bu formada çəkilibsə, bu artıq çökəklikdir deməkdir. Siz bunu hardan bilə bilərsiniz? Asan üsulu nədir? Bunun xətt tərəfdə olan yox, açıq tərəfdə olan hissəsinə bir dənə ox qoysanız, yəni heç yana toxunmayan ucuna bir ox qoysanız, buranın quyu yoxsa dağ olduğunu görəcəksiniz. Məsəl üçün, baxın, çölə doğru çəkəndə tutaq ki, dağdır, eləmi? Sənin yadında qalmır, dağ hansıydı, çökək hansıydı. Bu xətti görürsənmi? Bax, bu xəttin bir hissəsi horizontalın üstündədir, bir hissəsi boşdadır. Həmin o boşda olan hissəsinə ox çəksəz, görəcəksiniz ki, yəni bu çayın axın istiqamətini göstərir. Çayda hündürdən çökəyə doğru axır. Yəni bu bir dağdır. Yox, əgər çay belə bu formada içəriyə doğru axırsa, deməli bu bir quyu hesab olunacaqdır. Yəni çökəklik hesab olunacaqdır. Kəsmə yüksəklik nədir? Kəsmə yüksəklik iki qonşu horizontal arasında qalan məsafədir. Tutaq ki, A-nın hündürlüyü 200 metrdir və deyirəm ki, kəsmə yüksəklik 50 metrdir. Bura isə bir B nöqtəsi qoyuram. Deyirəm B-nin hündürlüyü nə qədərdir? A ilə B arasında neçə dənə ara var? Bir dənə ara var. A 200-dürsə və bu bir dağdırsa uşaqlar, gəlin bir dəfə dağ versiyasını yoxlayaq. Bu bir dağdırsa, A 200-dürsə yuxarıya doğru artmalıdır hündürlük. Və bir dənə qalxmışam. Bir dənə ara 50 metrdirsə, deməli B-nin hündürlüyü olacaq 250 metr. Yox, əgər bura bir çökəklik olsaydı uşaqlar, gəlin oxları yığışdıraq, bura bir çökəklik olsaydı, İçəriyə doğru getdikcə hündürlük azalacaq idi. A 200-dürsə və kəsmə yüksəkliyi 50 metrdirsə, burada hündürlük 50-50 azalacaq idi. Yəni, B artıq olacaq idi 150 metr. Bax, biz buna kəsmə yüksəklik deyirik. Fərqi yoxdur. İki xəttin arasındakı məsafə balacadır, yoxsa böyükdür. Kəsmə yüksəklik eynidir. Buradan bura qədər də 50 metrdir. Buradan bura qədər də 50 metrdir. Heç bir fərqi yoxdur. Əsas ara sayına baxılır. Sonra gəlirik nisbi hündürlüyə. Nisbi hündürlük iki nöqtə arasında qalan məsafədir. Məsəl üçün deyək, burada bir iki dənə şey də silək. Aha. Tutaq ki, bura yazaq bir C nöqtəsi. Məsələn, dağın zirvəsi C nöqtəsidir, eləmi? Desə ki, dağın nisbi hündürlüyünü tap. Nisbi hündürlüyü. Biz nə edəcəyik? C-dən A-nı çıxacaq. Bax, tutaq ki, bu da bir dağdır. Mənə deyəcək ki, dağın nisbi hündürlüyünü tap. C-dən A-nı çıxacam. Yəni, iki nöqtə arasındakı qalan məsafəni tapacam. Dağın nisbi hündürlüyü dağın zirvəsi ilə ətəyi arasındakı qalan məsafədir. Yox desə ki, tutaq ki, bura L nöqtəsi versə, desə ki, L nöqtəsi ilə
C nöqtəsi arasında nisbi hündürlüyü tap. Bu zaman nə edəcəm? C ilə L arasındakı məsafəni tapacağım. Yəni C-dən L-i çıxacaq. İndi burada nümunə üçün bir neçə horizontal çəkəcəm və onların məsələlərinə biz baxacağıq. Mütləq hündürlük isə uşaqlar horizontalın içində yazılan rəqəmdir. Qoy bir dənə bu kənarını biraz qəşəng silək. Səliqəyə salaq biz buranı. Rəqəmlərlə işləyək artıq. Və buranı da qoymalıyım silsin. Bunlara ehtiyac yoxdur onsuz da artıq. Məsəl üçün, bu bir dağdır tutaq ki. Gəlin, çəkək. Bu bir dağdır. Aha. Bura yazılıb 2453. Mənə deyir ki, burada verib, tutaq ki, 2000 metr. Burada bir C nöqtəsi verib. Yazıb ki, C'nin hündürlüyü 2000 metr olarsa, dağın nisbi hündürlüyünü tap. Sual. Və qeyd edir ki, kəsmə yüksəklik 100 metrdir. Aha, gəlin baxaq. Birinci növbədə mən dağın nisbi hündürlüyünü tapmaq üçün zirvədən A-nın hündürlüyünü çıxmalıyam. Yəni, A nöqtəsinin zirvəsidəki məsafəni tapmalıyam. Öncə nə edirəm? Öncə A-nın hündürlüyünü tapıram. Bura 2000-dir, bu dağdır. Kənara doğru getdikcə hündürlük azalmalıdır. 2000-dən 100 çıxırsınız, 1900. 1900-dən 100 çıxırsınız, 1800 metr. Deməli, A-nın hündürlüyü 1800-dür. Dağın nisbi hündürlüyü neçə olacaq? 2453 çıxılsın 1800-ə. O da eləyəcək, bəli, Nurgün, 653 metr. Və salam. Bir daha deyirəm müəllimə, dağın nisbi hündürlüyünü tapanda zirvədən kənar horizontalı çıxırıq. Qutardı getdi. Bəs desəydi ki, C və A arasındakı məsafəni tap və yaxud A arasındakı nisbi hündürlüyü tap, nə edəcəkdik? İki cür üsulu var. İkisinin də horizontallarının hündürlüyünü bir-birindən çıxa bilərik. Yəni 2000-dən çıxa bilərik 1800-ü eləyər 200 metr və yaxud da baxıram ki, A ilə C arasında 1, 2. 2 dənə ara var. Bir dənə ara 100 metrdir. Deməli, 2 dənə ara olacaqdır. 200 metr. Deməli, olacaq 200 metr. Daha sonra, bunun biraz ağır versiyaları var uşaqlar. Gəlin o nümunələrə də baxaq. Deməli, uşaqlar, mənə burada heç bir hərf verməyib. Heç bir göstərici yoxdur. Sadəcə zirvənin hündürlüyünü bilirəm. Mütləq hündürlüyü 3513 metrdir. Bu arada uşaqlar, mütləq hündürlük elə bax nöqtənin yanında yazılan rəqəmdir. Məndən dağın kənar horizontalını istəyir. Deyir, kənar horizontal neçə metrdir? Necə tapacağıq biz bunu? Birinci daxili horizontal tapmalıyıq ki, 100 azaldaq. Sizin haqqınız yoxdur ki, siz 3513-dən başlayıb 100 çıxasınız. Ona haqqınız yoxdur. Siz öncəliklə daxili horizontalı tapmalısınız, daha sonra 100 azalda bilərsiniz. Yadda saxlayın. Horizontal mütləq kəsmə yüksəkliyə bölünməlidir. Yəni, kəsmə yüksəkliyi bölünən ədəd olmalıdır. Məsəl üçün deyirəm, kəsmə yüksəklik 100 metrdirsə, sənin horizontalın 3510 metr ola bilməz. Mütləq kəsmə yüksəkliyi bölünən ədəd olmalıdır. Bura 3513-dürsə, deməli, bura 3513-dən kiçik. 100-ə bölünən ilk ədəd neçədir? 3500. Deməli, bura 3500-dür. Sonra 100 azalacaq. 3400, 3300, 3200, 3100 və 3000 metr. Deməli, kənar horizontalın hündürlüyü nə qədər oldu? 3000 metr oldu. Qutardı, getdi. İndi burada bizdən nisbi hündürlük soruşsa nə edəcəkdir uşaqlar? 3000-i tapırıq, axırda 3513-dən çıxırıq 3000-i. Yəni, zirvə ilə ətək arasındakı məsafə fərqini tapırıq. Eləyir 513 metr.
Qurtardı getdi. Bax, bu da bizim dağın nisbi hündürlüyüdür. Bəzən isə çox-çox sadə bir sual verir uşaqlar. Gəlin həmin o sadə suala. Bizə burada çökəklik verib və kəsmə yüksəklik deyir ki, 50 metrdir. Deyir ki, burada K-nın hündürlüyünü tap. Bu kəsmə yüksəklikdir. Bu K olmasın, gəlin R olsun. R-in hündürlüyünü tap. Necə tapacağıq biz R-in hündürlüyünü? Öncəliklə daxili horizontal tapacağıq. -32-dən böyük 50-yə bölünən ilk ədəd neçədir? -32-dən böyük 50-yə bölünən ilk ədəd neçədir? 0. Bəli. Yadda saxlayın, 0-a bölmə yoxdur, amma 0 hər şeyə bölünür. -32-dən böyük 50-yə bölünən ilk ədəd 0-dır. Deməli, bura 0-dır. Sonra isə 50-50 artır. Bura olur 50, bura olur 100, bura olur 150. Deməli, R-in olduğu yer 150 metrdir. Deyəcəksiniz, müəllimə, niyə indi kənara doğru artır? Çünki bu çökəklikdir, uşaqlar. Bizim çəkdiyimiz relyef bax budur. Biz quyudan kənara doğru qalxırıq, yəni yuxarıya doğru qalxırıq. Ona görə hündürlük istər-istəməz artmalıdır. Əgər burada uşaqlar kəsmə yüksəkliyi 50 metr yox olsaydı, məsəl üçün, gəlin bura götürək 10 metr və yaxud 15 metr olsun. Kəsmə yüksəkliyi olsaydı 15 metr, -32-dən böyük 15-ə bölünən ilk ədəd -30-dur. Sonra isə 15-15 artacaq idi. -30-dan da böyük olacaq idi -15, yəni -30-un üstünə 15 gələndə eləyir -15. -15-in üstünə 15 gələndə eləyir 0. 0-ın üstünə 15 gələndə eləyir 15. Deməli, R-in hündürlüyü olacaq idi elə 15 metr. Bu halda bizdən nisbi dərinliyi soruşsaydılar nə edəcəkdik? Nisbi dərinliyi tapmaq üçün kənar horizontaldan daxildəkini çıxacağıq. Yəni 15-dən çıxacağıq -32-ni. Bilirsiniz ki, 2 mənfi yan-yana gələndə olur müsbət. 15-in üstünə 32 gələndə nə eləyir? 47. Deməli, bu quyunun nisbi dərinliyi 47 metr olacaq. Gəlin baxaq. Burada bizə belə bir horizontal verib və deyir ki, A-nın hündürlüyü 70 metr, H nöqtəsinin hündürlüyü 95 metrdir. Kəsmə yüksəkliyi və dağın dik yamacını tap və yaxud hansı istiqamətdə yamacın daha dik olduğunu tap. Öncəliklə gəlin dik yamacı tapaq və bu sxemin yanında sizə belə bir ox verəcək uşaqlar. Bura yazacaq şimal, bura yazacaq cənub. Yəni deyəcək ki, yəni bu normal sistemdə qurulubdur. Yuxarısı şimal, aşağısı cənubdur. Siz nə edirsiniz? Bunun mərkəzinə bir dənə ox qoyursunuz və bura bir koordinat sistemi çəkirsiniz ki, sizə rahat olsun. Yadda saxlayın, horizontallar harda sıx çəkilibsə uşaqlar, ora daha dikdir. Harda sıx çəkilibsə, ora daha dikdir. İndi burada baxıram ki, ən sıx bölgəsi bu hissədir. Yəni, bura hara düşür? Bax, yuxarı şimal, aşağısı cənub, sağ tərəf şərq, sol tərəf qərb. Bura oldu cənub, qərb. Hansı azimutda yerləşən yamac daha dikdir? 225 dərəcə azimutda yerləşən yamac daha dikdir. Bu dəfə həmin sualın lap tərsi düşə bilər. Deyər ki, hansı yamac daha az meyillidir? Baxırıq ki, burada şimal, şərq yamacı az meyillidir. Və yaxud bunu az meyilli olaraq soruşmaz. Sizə belə soruşar. Deyər ki, dağın hansı yamacı əkinçilik üçün daha əlverişlidir? O zaman siz deyəcəksiniz ki, şimal-şərq yamacı daha əlverişlidir. Çünki bir dağ dik olanda, yəni dik yamacına əkinçilik etmək mümkün deyil axı. O daha az meyilli olmalıdır. Baxın, bu dağın təxmini təsviri belədir. Baxın, bu dağı biz belə çəkmişik. Görürsünüz, buradakı şimal-şərq yamacı daha az meyillidir və burada əkinçilik eləmək olar. Amma dik yerdə əkinçilik eləmək olmayacaqdır. Kəsmə yüksəkliyi isə tapmaq üçün A 70-dirsə, H da 95-dir. Öncə bu ikisinin arasındakı məsafəni tapıram. 95-dən 70-i çıxıram, eləyir 25 metr. Baxıram, neçə dənə ara var? 1, 2 dənə ara var.
25-i bölürəm 2 yerə. Eləyir 12,5 metr. Deməli, kəsmə yüksəkliyimiz də 12,5-dir. Qurtardı, getdi. Düzdür, Məleykə bibi bu qədər çətin suallar vermir. Daha sadə verir. Məsələn, 20 bölünsün 2 verir. Orada 10 eləyir. O daha sadə salır. Amma burada bizə belə bir sxem verir. Qəbulda da bu sxemada görəcəksiniz ki, sizə ortada dəniz şəkli var, iki tərəfdə horizontal qurublar, ortadan da çay gedir. Çayın üstündən oxlar olacaq, amma siz hər ehtimal çay sözünü yazın ki, sizə ixtibar yoxdur. Orada ağı qara görürsünüz. Ona görə üstünə çay yazın ki, gözünüz görsün ki, o çaydır. Onu xətt kimi saymaq olmaz. Və ilk növbədə dənizin yanına 0 metr yazırsınız. Mənə məlumat verib ki, K-nın hündürlüyü 1000 metrdir. Öncəliklə biz tapmalıyıq ki, kəsmə yüksəkliyi nə qədərdir? K-nın hündürlüyü, bax K buradadır. K-nın hündürlüyü 1000 metrdir. Yəni bu xəttin hündürlüyü 1000 metrdir. Mən kəsmə yüksəkliyi nətər tapa bilərəm? Əlimdə 1000 metr var və 0 metr var. Aralarındakı məsafəni ara sayına bölərək kəsmə yüksəkliyi tapa bilərəm. 0 metrdən K-ya qədər 1000 metr var. 1000 metri bunların arasındakı ara sayına böləcəm. 1, 2, 3, 4, 5. 5 dənə ara var. Bölürük 5 yerə, eləyir 200 metr. Kəsmə yüksəkliyi tapdınızsa, artıq o corab ipi kimi sökülə-sökülə gələcək, rahatdır. Əsas kəsmə yüksəklikdir. Tapdıq ki, bir dənə ara 200 metrdir. Gəlin A-nın hündürlüyünü tapaq. Bu arada bura işarə qoymamışıq, bunlar dağlardır uşaqlar. A-nın hündürlüyünü tapaq uşaqlar. Gəlin A-nın hündürlüyünü hesablayaq. Bura 0-dır. Bura olacaq 200 metr, bura da olacaq 400 metr. Deməli, A oldu 400 metr. Aha, indi gəldik əsas məsələyə. Məndən istəyir B ilə L arasındakı məsafəni tapıb. İndi çox uşaq nə edir və biz indi təhlil edirik yay aylarında. Siz imtahandan çıxandan sonra suallara baxırıq, cavabları təhlil edirik. Jurnalda təhlil metodikası gedir, orada baxırıq. Görürük ki, bu tipli suallar cəmi 3%, 5%, 9% uşaq düz yazıb. Bu nəyə görə belədir? Burada çünki B ilə elə qədər olan bütün araları sayırlar. 1, 2, 3, 4, 5, 6. Ona görə deyirəm, bu çayı da ox kimi sayırlar, xət kimi sayırlar. Elə deyil uşaqlar. Nə etməlisiniz? Baxın, baxıram ki, B neçənci xəttin üstündədir. 1, 2, 3, 4. B 4-cü xəttin üstündədir. B-ni buradan götürürəm. Buradakı 1, 2, 3, 4-cü xəttin üstünə qoyuram. Avtomatik B qalır burada. Hoca əvvəlki horizontalla mənim işim yoxdur. Buradan hesablayıram. B ilə L arasında neçə dənə ara var? 1, 2, 3. Bir dənə ara neçə metrdir? 200 metr. 200-ü vururam 3-ə, eləyir 600 metr. Şu. Deməli, B, L arasındakı məsafə 600 metrdir. Fərqi getdi. 600 metrdir. Bir daha deyirəm müəllimə. K-nın hündürlüyünü ara sayına bölürsünüz. Kəsmə yüksəkliyi tapırsınız. Tapdıq 200 metr kəsmə yüksəkliyi. A-nın hündürlüyünü dənizdən başlayıb saya-saya tapa bilərik. A-nın hündürlüyü bura 200, bura 400-dür. Eləyir 400 metr. B-ni keçirdik bu tərəfə ki, aralarındakı məsafəni dəqiq tapaq. Keçirdik bura 4-cü xəttin üstünə qoyduq. Uca bu xətlə işimiz yoxdur. Beynimiz qarışmasın. Uca buranı orada ləğv eləyin getsin. B ilə L arasında da 1, 2, 3 dənə ara var. Bir ara 200-düsə, 3 ara 600-dür. Və yaxud siz oradan B-ni keçirə bilmirsiniz. Tutaq ki, B12-niz işləmir orada. Nə edəcəyik? Bunların arasındakı ara sayını saymırsınız. Dənizdən başlayıb hər ikisinin hündürlüyünü tapıb bir-birindən çıxa bilərsiniz. Çayı ona görə qoyublar ki, bunlar eyni dağın üstündə deyil, fərqli-fərqlidir. Burada B-nin hündürlüyünü tapmaq üçün 200 artırırıq. 200, 400, 600, 800. Deməli, B-nin konkret hündürlüyü, yəni mütləq hündürlüyü 800 metrdir. L-in hündürlüyünə baxırıq. 200, 400, 600, 800, 1000, 1200, 1400. L-in hündürlüyü də 1400-dür. L ilə B arasındakı məsafəni istəyir. 1400-dən 800 çıxırsınız 600 metr.
Vəssalam, qurtardı getdi. Bax, bu da horizontalla bağlı düşə biləcək ən çətin versiyadır. Təbii ki, indi bunun üzərinə temperatur, təzyiq məsələləri də tətbiq olunur. Amma onları da keçəndə artıq bunun üstündə işləyə biləcəksiniz. Sizə lazımdır bu dəqiqə onlar arasındakı məsafələri tapmaq. Və dediyim qaydaya bir daha təkrar dinləsəniz və təkrar baxsanız tam aydın olacaqdır. Niyə K-dan başladıq saymağa? K-dan başlamaya da bilərsən, burdan da başlaya bilərsən. Sadəcə burdakı o enli yer var, sizi çaşdıra bilər qızım. Ona görə K-dan başlayıb aranı saysan daha yaxşı olar. Yəni yuxarıdan aşağıya doğru ara sayını hesablasan daha əla olar. Çünki burada gah dardır, gah uşaq deyir ki, burada böyük boşluq var, bunu hara sayım? O yüzden qaranlıq qalır ora. Amma bu xəttə 0 qoyub K ilə xətt arasındakı araları saysan daha dəqiq olacaq.